bəzən ola bilər ki, yaxşı insan bir mühitə düşsün ki, əgər güclü iradəyə, möhkəm iradəyə sahib olmasa, pis çevrə insanda təsir edər və insan dəyişər. Bəzən də ola bilər ki, pis bir insan yaxşı bir mühitə düşsün, yaxşı onda təsir eləsin, bu dəyişsin. Amma nəticə son budur ki, insanın yaxşıya meyli pisə meylindən azdır. Yəni, insanların pisə meyli daha çoxdur, nəinki yaxşıya. Görürsən, bir yaxşı işi bir neçə dəfə deyirsən, handan-hana əməl eləməyə, sözün onda təsir qoya-qoymaya. Amma pis iş heç sən deməmiş, elə görsən özü gəlir. Allah bütün ailələri, xüsusilə gəncləri bu ağ ölüm adlandırılan narkomaniyadan qorusun. Günümüzün, əsrimizin ən böyük fəsad və bəlalarındandır. Nə qədər cavan övladlar, oğlanlar, qızlar, ailələrə belə sirayət eləyib. Gözün görə-görə övladın ölümə məhkumdur. Gözün görə-görə qızın ölümə məhkumdur. Gözün görə-görə qardaşın, canının bir parçası ölümə məhkumdur. Bir sözlə, gəlin səmimi etiraf eləyək. Bir məhəllədə bir namaz qılan qısa bir vaxtda neçə nəfəri namaza gətirə bilir? Neçə nəfəri Quran oxuyan, Quran oxumağa dəvət edə bilir? Amma bir narkoman bir məhəllədə ən azı özü kimi 5-inə yoluxdurmasa, o içəri getmir, ya heç içəridə də olmur, elə çöldə bütün o zərərli adətləri, vərdişləri sağa sola yayaraq ömrünü davam edir. Amma bəzilərimiz bu hadisədə kənardan görüb, sənin özündə yoxdur deyə, ailəndə, balonda, övladında yoxdur deyə, bəzən laqeyd yanaşırsan. Deyirsən, ondan mənə nə? Amma laqeyd yanaşmaq lazım deyil. Bir 5 gün, 10 gündən sonra gəlib sənin qapıya çıxanda, evə girəndə, səndən sonraki də səndə görəndə deyəcək, ondan mənə nə?